Razı müəllim, bu günləri bölgələrimizin əsasən də bu İmişli və digər bölgələrin ən böyük problemi su problemidir. Elə bax, dünən yazdığımız bir xəbəri oxumaq istəyirəm. İmişli rayonunun Hacı Rüstəmli kəndinin əkin sahələri susuz qalıb. Fermerlər bildirir ki, pambıq və yonca sahələrə su verilmir. Nəticədə havaların həddindən artıq isti keçməsi ilə yanaşı suyun verilməməsi də məhsulun itkisinə səbəb olur. Və belə problemlər də bir çox kəndlərdə yəni bu gün mövcuddur. Ümumiyyətlə necə düşünürsünüz? Bu günləri əsas strateji bir məhsul sudur. Bu problemin həll olunması üçün dövlət hansı işləri görməlidir? Və bəlkə də yerdə insanlar hansı qənaət eləməlidir, yoxsa hansı formada həll olunmalıdır? Bilirsiniz, bu məsələ yalnız bir rayona bağlı məsələ deyil. Su problemi bütövlükdə Azərbaycanda var. Bütün rayonlar sudan əziyyət çəkirlər. İmişli aqrar bir rayondur. Saatlı, Kürdəmir, Biləsu var, bu yaxında olan Beyləqan. Bunlar hamısı Səbrabad, aqrar rayonlardır. Əkin sahələri orada çoxdur. İmişlidə heç zaman su problemi olmayıb. Amma artıq bir neçə ildir quraqlıq səbəbindən, çaylarda suyun səviyyəsinin azalması səbəbindən, yağıntıların az düşməsi səbəbindən o problemlər yaşanmağa başlayıb və İmişlidə də arteziyan quyuları artıq vurulmaq üçün insanlarımız çağırış edirlər. İmişlinin bir çox kanalları artıq betonla üzlənib ki, su itkisini qarşısı alınsın və bilirsiniz ki, Cənab Prezidentin sərəncamı ilə artıq Yuxarı Qarabağ kanalı, Şirvan kanalının üzlənməsi ilə bağlı artıq maliyyə ayrılıb, sərəncam imzalanıb. Biz bunları oxuduq və suyun idarə olunması, indeksləşdirilməsi ilə bağlı dövlət qərarlar qəbul edib həyata keçirilməlidir. İndi Su Ehtiyatları Agentliyi bunları nə dərəcədə edə bilir, düzgün edir, düzgün idarə edə bilir və s. artıq bu onlara ünvanlanan məsələdir. Amma problemlər çoxdur, həqiqətən çoxdur. O sahədə ağır bir sahədir. Mən demirəm ki, o sahənin də kimsə daha yaxşı idarə edə bilər və s. deyə bilmərəm. Amma mən bilirəm ki, ağır sahədir və orada problemlər bitmir. Yaxın aylarda, illərdə də bitməsini gözləmirəm. Orada daha savadlı yanaşmalara ehtiyac var. Daha ciddi yanaşmalara ehtiyac var. Çünki günü-gündən su ehtiyatları da azalır, yağıntılar azalır. Bunun üçün Su Ehtiyatları Agentliyi problemləri bilir, həlli yollarını da bilir. Amma bunları tezləşdirmək lazımdır. Bununla bağlı zamanında hökumətlə belə lazımsa parlamentdə gəlib məsələni qaldırıb bir davaya çıxmaq lazımdır ki, bu qədər vəsait lazımdır, belə eləmək lazımdır. Bütün orqanlarla bunlar daha ciddi şəkildə tələb qoymalıdırlar ki, çünki onlardan soruşulacaq bu su məsələsi. Yağış sularının yığılması ilə bağlı bir proqram var, məsələn, bu daha tez bu tikilməlidir, qurulmalıdır, yaradılmalıdır. Problemləri bilirlər, həlli yollarını da bilirlər, qanunlar da qəbul olunub, proqramlar da qəbul olunub. Amma bunun həyata keçirilməsi ilə bağlı problemlər var. O problemlər nədir? Bunları Su Ehtiyatları Agentliyindən soruşsanız yaxşı olar, amma problemlər çox ciddidir və bütün rayonlarda bu məsələ elə kəskin dayanıb ki, artıq insanlar bəzən yəni ki, artıq ya yolu bağlamağa çıxırlar, icra hakimiyyətlərinin qarşısına gəlirlər, bizə çox sərt bizimlə danışırlar ki, bizə su verin, amma deputat suyu ilə təmin etməlidir. Deputat aidiyyatı orqanlara müraciət edir və onlar da hər bir şeyi iqlim dəyişikliyinə bağlayırlar. Bu belədir və əkin sahələri ilə bağlı. Mən özüm Milli Məclisdə Aqrar Komitədə sədr müaviniyəm, komitənin sədr müaviniyəm. Aqrar məsələləri olub, kənddə böyümüşəm, kənd təsərrüfatı ilə məşğul olmuşam, uşaqlıqda. Yəni, indi pis yaxşı bu sahəni ən azından bilirik. Ümumiyyətlə, kənd təsərrüfatı və torpaqlar idarə olunmalıdır. Bunu Kənd Təsərrüfatı Nazirliyi bu necə idarə olunmalıdır, bununla bağlı onlar çox gözəl yolları da bilirlər. Həyata keçirilməsi ilə bağlı yenə problemlər var. Əslində Azərbaycanda problem necədir, o necə həll olunmalıdır, bununla bağlı proqramlar var, xarici təcrübə öyrənilib. Hər kəs hər şeyi çox gözəl bilir. Həyata keçirilmir, həyata keçirilməsi sürətləndirilmir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Siz Azərbaycanda hər hansı bir problemi göstərən aidiyyatı dövlət qurumu ilə danışın. Onlar sizə proqram göstərəcəklər, problemləri necə həlli yollarını deyəcəklər. Özünüz belə deyəcəksiniz ki, kağız üzərində hamısı əladır. Nə gözəl və deyəcəksiniz ki, doğrudur, bu həyata keçirilməlidir. Amma həyata keçirilmir məsələsi var. Ya vəsait yoxdur, ya vəsaiti almaqda çətinlik çəkirlər, ya müraciəti vaxtında eləmirlər, ya da ki, vəsait ayrılır,
onu həyata keçirmədən büdcəyə qaytarırlar. Artıq bu bacarıqsızlıqdır, kompetentsizlik olur bu. Bu belə bunlar da var. Məsələn, deyək ki, elə məsələlər var ki, torpaq planlaşdırılmalıdır. Sən əgər su ora çatdırılacaqsa, bəri başdan aidiyyatı qurumlar icra hakimiyyəti qarşı tövsiyə olunmalıdır ki, sən gedib orada o taxıl əkirsən, sən orada pambığı əkirsən, amma riskdir bu. Sən ona ola bilsin ki, quraqlıq keçsin, sən onu suvara bilməyəcəksən, əkməyə. Quraqlığa davamlı başqa bir şey ək. Ya da gözlə bu nəsə də, yəni ona deyilməlidir. Və yaxud, bəli, quraqlığa məsələn biri çayın bu hissəsində deyək, çaya daha yaxın yerdə suya ehtiyacı olmayan bitki əkir, 10 kilometr kənarda suya hər gün ehtiyacı olan bir bitkini əkir. Bu nəzərə alınmalıdır, bütün bunlar planlaşdırılmalıdır. Fermerə də deyilməlidir ki, etmə bunu. Elə fermerə nə bilir, bir çoxlarının baxa bilmir heç bu aqrar qulluq nədir, əkinçilik nədir, Dədə-babadan nə gəlib onu görürlər. Amma qiymətlərə baxırlar və daha gəlirlidir. Onlar bəli baxırlar, amma riskləri qiymətləndirə bilmirlər. Və aidiyyatı dövlət qurumlarının icra hakimiyyətlərinin məsuliyyəti və vəzifəsidir ki, o riskləri onlara başa salsınlar. O riskləri onlara desinlər, sən burada əkirsən, sonra mənim qapıma gəlmə, su istəmə, mən bura su verə bilməyəcəm. Bax, bütün, ya sən ancaq bunu dəmiyə əkə bilərsən, o da ki, Allahdan asılıdır, yağış yağdıracaq, yağdırmayacaq. Bu baxımdan, bunu Kənd Təsərrüfatı Nazirliyi çox gözəl də bilir. Çünki mən hələ hörmətli Məcnun müəllim nazir olanda da mən onunla görüşdüm. O məsələləri o qədər gözəl, savadlı bunları izah elədi, yanaşdı, mən heyran qaldım. Amma bugün mən görürəm ki, onun həyata keçirilməsində hələ ki problemlər mövcuddur. Məsələn, bu belə deyək də, bilirsiniz bu planlaşdırma nəyə bənzəyəcək? Köhnə kolxozların bərpa olunması. Vətəndaşlar torpaqlarını birləşdirirlər. Məsələn, burada taxıl əkiləcək. Burada pambığı daha yaxın sahələrdə əkək, burada isə pambıq əkiləcək. Başqa yerdə pomidor əkiləcək. Başqa, məsələn, bu suda 2 dəfə su tələb edir, qarpız sahələrini başqa yerdə salaq. Və bu kolxoz kimi planlı təsərrüfat lazımdır. Mütləq şəkildə plansız təsərrüfat zamanı keçdi. Çünki sən bunun dərman verməlisən, su verməlisən, kanal çəkməlisən. Sonra bunun hətta satışı ilə bağlı, təchizatı ilə bağlı satılmalıdır. Məsələn, bir vətəndaş gedir, bir yerdə 1 hektar pomidor əkir. Yaxud qarpız əkir, yemiş əkir, taxıl əkir, başqa bir məhsullar əkir. Və sonra deyir ki, mən bunu sata bilmədim. Bilirsiniz niyə sata bilməyir? Çünki onu alan ya bir sahibkar olsun, ya dövlət olsun. O düşünür ki, mən buradan 10 kilometr gidib onun 1 hektarından alacağım, başqa bir yerdə 50 hektarda kimsə ki, gidib ondan alacağım. O yol xərcini hesablayır. Deyirəm, mən 3 sotorda, 10 sotorda, 20, yarım hektar burada kimsə ki, gedib balaca yerlərdən almaq istəmir. Bu, bunun üçün nəqliyyat xərcidir, maşın nəqliyyat xərcidir, bunun daşınma xərcidir. Bu xərclər çoxdur. Və o məhsullar fərqli məhsullardır, bunun yoxlanılması lazımdır, daşınanda əzilir və s. Ona görə də burada çox adamla vaxtlı itkisi olur, orada 50 hektar, tutaq ki 10 sot burada var, 5 sot orada var, yarım hektar orada var, hamısına nəqliyyat getməlidir, hamısına vaxt gedir, zaman gedir, bu qədər insanla danışmaq lazımdır, söhbət aparmaq lazımdır, o insanların canını incidir. O nə inir? O düşünür ki, orada 100 hektar bir sahə var, mən gidib bu abi oradan alacağım onu. O birisilər məhsulunu sata bilmir, ona görə sata bilmir. Əgər bu planlı şəkildə qurulsa, 50 hektar bir məhsul əkilir, 100 hektar burada bu məhsul əkilir və bunlar da dövlətin təchizat orqanı ilə, Kənd Təsərrüfatının o tam doğru adını deyə bilmirəm, təchizatla bağlı bir səhmdar cəmiyyətdir. Müqavilə bağlanıb ki, onlar alırlar özlərinin, onların da məsələn, soyuducular, böyük soyuducuları var, anbarları var, orada saxlanıla bilər. Həm də bu ərzaq təhlükəsizliyi deməkdir. Yəni, bir vətəndaş gedib 5 sot yerini əkib sonra sata bilmir, xərcdə çəkir ora və məhsul əlində qalır, xarab olur. Çünki heç bir kim gəlib o 5 sotundan onun məhsulunu alıb, o qədər xərc çəkmək istəməyəcək. Ona görə də artıq aqrar, bax, təsərrüfatlar yaradır, aqrobirliklər yaradır. Və onun üçündür o. Orada yəni bir sahibkar getdi, ya dövlət getdi, bir sahədən alıb aparır onu. Amma düşkünə sən kəndin canına 100 nəfərdən hərəsinin 1 sotunda, 10 sotunda, 20 sotunda heç kim onu almayacaq. Əvvəllər bu var idi. Sovet vaxtında kaptyorşiklər deyildi, kaptyor deyirdilər. Onlar vətəndaşları aparıb özləri də bir bu taxta yeşiklər paylayırdılar ki, sən narı ver,
pomidorunu yığıb, başqa məhsullarını yığıb, mən gəlib götürəcəm. Həyət gəlirdilər, yığırdılar, aparırdılar. O Sovetin sistemi idi. İndi o sistem işləmir, biraz da özəllilik var, biraz özəl sektor var, biraz artıq bu məsələlər vətəndaşların öz ixtiyarına buraxılıb, onlar hamısı fermer sahibkardır. Ona görə də indi dövlət burada onları tənzimləməlidir. Vətəndaşların xoşuna gəlməsə də, acığı gəlsə də məcburən onları kolxozlaşdırmalıdırlar. Bu problemlərdən sonra